Bu il iyunun 30'unda güneşin tutulmasını Bakı zəhmətkeşləri maraqla müşahidə edirdilər. Xəzərin sahilindəki Ələt Körükçü qəsəbəsi, güneşin tutulması zolağının tam ortasında yerləşdiyinə görə, elmi tədqiqat üçün xüsusilə əlverişliydi. Buraya ölkəmizin bir çox rəsədxanalarından elmi işçilər gəlmişdi. Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti Əliyev, fizika-riyaziyyat elmləri namizədi Sultanov, Daşkənd Rəsədxanası ekspedisiyasının rəisi Kulüşova və rəsədxananın direktoru Profesör Şeglov, Pulkov Rəsədxanasının elmi işçiləri, Abastuman Rəsədxanası ekspedisiyasının rəisi Kumsiyaşvili. Güneşin tutulmasının ilk fazası başlandı. Ay yavaş-yavaş güneşin qarşısını örtərək yer üzərinə kölgə salır. Elmi işçilər güneşin tutulma prosesini müşahidə etməyə başladılar. Buradakı müşahidə isə xüsusilə ciddidir. Ay tamamilə güneşin üzünü örtdü. Güneşin tam tutulması zamanı görünən gümüşü güneş tacı, elmi işçilərin əsas tədqiqat obyektidir. Ay güneşin qarşısından çəkildikcə, güneş şüaları yenidən ışıq saçmağa başlayır.